Salam əziz tamaşaçılar, uzaq sahələrdə verilişi həmişəki kimi efirdədir. Bugün biz xaricdə yaşayan həmvətənlərimizin biri ilə tanış olacağıq. O bizim fəxrimiz. Ölkəmizi layiqincə təmsil edən, mədəniyyətimizi tərənnüm edən, Dubayda yaşayan həmyerlimiz, maşın alverçisi Daşdəmir müəllimdir. Cəfər müəllim, öz vətənimdən uzaqda olsam da, mən həmişə öz vətənimi sevmişəm. Millətimi də qiymətləndirmişəm. Qiymət demişkən, o günləri 96-nın vurulmuş yeşkasını ərəbə 12 minə sata bilmədim. Sata bilmədim ki. Amma sağ olsun özümüzkilər. Bir nəfər Azərbaycanlı gəldi, həmin yeşkanı 15 minə itələdi, qurban alaram öz millətimə. Daşdəmir Tiptronik oğlu Fusalonlu. Bakılı da olsa 1972-ci ildə Tərtər rayonunda anadan olmuşdu. Elə o vaxtdan bütün pullarını tər tökə-tökə qazanmışdı. Biznesdə ilk addımlarını Sumqayıt maşın bazarında təkər qaraldmaq ilə başlamışdı. Dubay şeyxi tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin inkişafında əvəz olunmaz ziyanlara görə 2 dəfə ölkədən deportasiya edilmişdi. Evlidir, 2 oğlu, 5 maşını var. Qabaqlar, yəni Sovetin vaxtında mən Bakının bir kəndində işləyirdim. Adını indi çəkməyəcəm. Kubik karyerində çalışırdım. Çörəyim də daşdan çıxırdı. İndi isə şükür Allah dəmir satıram. Bəlkə bu da Allahın qismətidir ki, adımı Daşdəmir qoyurlar. Daşdəmir müəllim, siz xeyriyyəçiliklə məşğul olursunuz? Nəşə olmuram, oluram əlbəttə. O bizim nəsilimizdən gələn, genimizdə olan bir şeydir. Şəxsən bu son 3 ildə Azərbaycan tamojnasına 1 milyard göy pul keçirmişəm. Təmənnasız qardaşlıq keçirib. Hələ mən qani demirəm. Necə deyərlər, öz millətimizə qurban olun. Daşdəmir müəllim, əsasən siz kimlərlə əməkdaşlıq edirsiniz? Allah, dünyanın yarısı, Bəli. Daşdəmirin maşınlarıyla fırlanırlar. Həqiqətən də Daşdəmir Azərbaycanın böyük oğludur. Bax, bu maşını da mənə o satıb. Özü də 7000 dollar məndən qazanıb. Oradan gəlsin. Eybi yox, amma fəxrimizdir də, halaldır ona. Çünki hər adam nazimə 7000 dollar ata bilməz. Daşdəmir müəllim, siz əsasən hansı maşınları satırsınız? Mən əsasən Luboy maşınları satıram. İstəyir olsun ət maşını, istəyir olsun paltar yuyan maşını. Əsasən odur ki, hörmətli aparıcı, bu maşın atdığı olsun. Bizdə bu semeyni biznesdir. Mənim qardaşım, müğayət olun, qardaşım Gürcüstanda yaşayır. O oradan atır, maşınları vurur bura, mən burada satıram. Və yaxud burada uşaqlar atırlar, vururuq Gürcüstana, orada da satırıq. Və belənsinə. Əsasən odur ki, atdığı olsun. Millətimə qurban olun. Doğrudan da mən deyərdim psixoloji nöqteyi nəzərdən Daşdəmir kübar, alicənab, aristokrat, insanpərvər bir atanşikdir. İndi kimi yadımdadır. 1997-ci ildə Şvarnadzenin o əzilmiş, əncir olmuş maşınını Daşdəmir bəy 3000 dollar alıb, əl gəzdirib, düzətdirib, onu 1 milyon dollara Qırğızstanın prezidentinə satıb. Doğrudan da Daşdəmir böyük şəxsiyyətdir. Daşdəmir müəllim, bağışlayın. Cəfər mən bir daha üzr istəyirəm. Bakıdan zəng var. Alo, bəli. Ha, kimdir? Ha, Elaris sənsən? Elaris deyir Məmmədoğlu. Ha, necəsən qardeşim? Nə vardı yox? Sülh və əmin amanlıqdır, keyf əhva. Əla, əli,
Sən verəməmiş quzu kəsərəm. Allah dəvə də kəsərəm. Düzdür 17 nəfər kəsir, tek başına sənin üçün kəsərəm. Həri, əlbəttə var. Həri. Allah əla maşındır. Liboyna. Həri. Bayra indi yanmışam. Bomba bir maşındır. Adıva layiq, həri. Allah yox, əla, fuludur. Bir dənə də çıtma değməyib maşına. Həri. Bana 4 tane paduşkası var. 5 tane adyalı var. 6 tane de mütekkesi. Ha, fuludur. Qiyməti? Allah yaxşı, mənim səninlə belə söhbətim olub. Nə verərsən. Yaxşıdır, yaxşısan mənim canım. Bakıya gələr söhbət edərik. Yaxşı, onda bir dəqiqə. Fərid neçədir? $4.000. Heç nə, 15.000 cümlətanı. Həri. Allah yox, sən yekə oğlansa səndən pul qazanacaq mən. Səndən pul qazanıb burnundan qəpiklər tökülsün. Həri. Yaxşı, göndərirəm. Astrada qarşılarsınız. Fəzay! Gəlin tez bu maşını düzəldin. Davay tezli. Çox şərəfli işlə məşğul olursunuz Daşdəmir müəllim. Qurban varam öz millətimə. Vallahi. Ha! Oradan Şumaxerin maşınını düzəldin, yola verin. Mən fəxr edirəm ki, mən Daşdəmir kimi şəxsiyyətlə dostluq edirəm. Daşdəmir çox diqqətli insandır. O nəinki mənə gözəl maşınlar tapıb satır, o hətta bütün maşınlarımın zadnimoslarını sığorta eləyir. Allah sənə bazar versin, cibin dolu olsun, əziz qardaşım Daşdəmir. Daşdəmir müəllim, siz vətəndə yaşayan tamaşaçılarımıza nə arzu edərdiniz? Zəfər müəllim, mən burada Dubayda oturub Azərbaycan tamaşaçılarını arzu edirəm. Bilirsiniz, maşın insan kimi bir şeydir. Belə müqayisə eləyəndə. Vurulur da, sınır da, kraskalanır da, yığılır da, xərab da olur. Hələ insanlar var ki, amma hələ insanlar da var. Görürsünüz, sürəti yığırlar. Amma tormuzdan sonra görürsən atqaz və. Mən arzu edirəm ki, mənim xalqım həmişə qəccəzə, yağın içində fulun fulu olsun, heç vaxt tormuzda atqaz verməsin, həmişə zilonlu svet olsun, heç vaxt dalqavoy yağmalara düşməsinlər. Hələ bu qədər. Qurban olaram öz millətimə. Bax belə əziz tamaşaçılar, Daşdəmir kimi insanlar dünyanın hər bir güşəsində yaşayıb yaradırlar. Verilişimiz sona çatır. Növbəti verilişdə Antarktidada yaşayan Penguin Broilers şirkətinin prezidenti Dimdik müəllim uça bilməz haqqında biz söhbət açacağıq.